Hər kəsə salam. Mərkəzi qaçma təcili B variantının izahına baxırıq bu gün. Birinci sualda deyir ki, maddi nöqtə verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə üçün hansı ifadələr doğrudur? Bilirik ki, mərkəzi qaçma ümumiyyətlə çevrə üzrə hərəkətdə təcil və sürət vektorial olaraq sabitdirlər. Yəni onların istiqaməti dəyişmir, istiqaməti dəyişir, amma ədədi qiyməti dəyişməyəcək. Ona görə birinci sualda zaman keçdikcə təcilin ədədi qiyməti dəyişmir, istiqaməti isə dəyişir. Bu doğrudur. İkinci sualda zaman keçdikcə təcilin ədədi qiyməti və istiqaməti dəyişmir, yox. Üçüncü sualda təcil vektoru radius boyunca çevrənin mərkəzinə doğru yönəlir. Bu da doğrudur. Çevrənin mərkəzinə doğru yönəlir. 1 və 3 olacaq D variantı. İkinci suala baxırıq. Sabit radiuslu çevrə üzrə bərabər sürətli çevrə üzrə hərəkət edən maddi nöqtənin mərkəzi qaçma təcilinin fırlanma tezliyinin asılılıq qrafiki verilib, çevrənin radiusunu hesablayın deyir. Biz bilirik ki, mərkəzi qaçma təcili ilə N-in düsturu hansıdır? A bərabərdir 4 pi-nin kvadratı R N-in kvadratı düsturudur. Buradan bizdən istəyir nəyi? Çevrənin radiusunu, yəni R-i. R-i tapanda R bərabər olur A bölünsün 4 pi-nin kvadratı N-in kvadratı. O da bərabərdir nəyə? A-mızın qiyməti nə qədərdir? 64. 64 bölünsün, 4 vurulsun, pi-nin kvadratı 10. 4 vurulsun, 10 vurulsun, N-in kvadratı nədir? Baxın, 64-ə uyğun qiymət N-dir. Yəni 4-dür. 4 də 16 eləyəcək. 64 bölünsün 16 4 eləyir. 4 ilə 4 də ixtisar gedir. Qalır 1 bölünsün 10. O da 0,1 metrdir. 10 santimetrdir. Bilirsiniz də 1 metrimiz 10 santimetrdir. Yəni metrdən santimetrə keçən 1 metrimiz 100 santimetrdir. 10 santimetr nə idi? Yəni metrdən santimetrə keçəndə 100-ə vururuq. Üçüncü sual. Bərabər sürətlə hərəkət edən maddi nöqtənin çevrə üzrə dövrətmə tezliyi 0,25-dir. Yəni N-imiz 0,25-ə bərabərdir. Və deyir ki, A nöqtəsini keçəndən sonra 3-cü saniyənin sonunda maddi nöqtənin sürətinin və təcilinin istiqamətini təyin edin. Baxın, gəlin baxaq. Əgər bunun tezliyi 0,25-dirsə, bilirik ki, tezlik və period arasında əlaqə düsturu T bərabərdir 1 bölünsün N-ə bərabərdir. 1 bölünsün, N-imizin də qiyməti 0,25-ə bərabərdir. Buradan tapıram ki, 100 bölünsün 25 4 eləyir. Deməli, period 4-dür. Bu o deməkdir ki, hər bir xanaya 4 yerə böləndə hər bir hissəyə 1 düşür. Baxın, bu hissələrin hər birini o 1 saniyəyə keçəcək. Buranı da 1, buranı da 1, buranı da 1, buranı da 1. Aydındır. İndi deyir ki, A nöqtəsini keçdikdən sonra 3-cü saniyənin sonunda. Baxın, A nöqtəsi buradadır. Bu A nöqtəsini keçir. Hansı istiqamətdə? Bunun üstünü təmizləyim ki, görək istiqamətləri. Baxın, bu istiqamətdə gəlir. Demək ki, period da nəyə bərabər oldu? Ümumi 4 oldu. Yəni, hər xanaya 1 düşdü. Baxın, A nöqtəsi keçəndən sonra 1 saniyə, 2 saniyə və 3-cü saniyə. 3-cü saniyənin sonu bura olacaq. 3-cü saniyənin sonunda təcil hara yönəlir? Baxın, çevrənin mərkəzinə doğru yönəlir. Bu istiqamətdə isə bilirik ki, sürət çevrəyə toxunan istiqamətdə yönəlir deyə bu istiqamətdə gələcək. Biraz əyri oldu. Buradan çəkirəm əsas versiyasını. Baxın, təcil bu istiqamətdə yönəlir. Elə bilin ki, bura A nöqtəsidir. Sürət də çevrəyə toxunan nədir? Çevrəyə toxunan istiqamətdə yönəldiyinə görə bunlar da görürsünüz perpendikulyar olur. Hara düz gəlir? B variantına uyğun gəlir. Sonra 4-cü sual. Çevrə üzrə sabit sürətlə hərəkət edən cismin mərkəzi qaçma təcilinin çevrənin radiusundan asılılıq qrafiki verilmişdir. Cisim hansı sürətlə hərəkət edər? Baxın, A-nın qiymətini verib, R-in qiymətini verib, V-nin qiymətini soruşur. Bu üçünün olduğu düstur hansıdır? Gəlin bir yerdə yazaq. A bərabərdir V-nin kvadratı bölünsün R. Buradan bizdən V-ni istəyir deyə V-ni tapanda V bərabər olur kök altında A vurulsun R-ə. V bərabərdir kök altında A vurulsun R-ə. Qiymətləri yerinə qoysaq, A-mız nə qədərdir? 24 olanda ona uyğun R-in qiyməti 6-dır. 24 vurulsun 6. Bu da nə eləyir? 24, 6, 13, 144. 144-dən də nə çıxır? 144 nəyin kvadratı? 12-nin. Cavabımız elədiyi 12 metr bölü saniyə. 5-ci suala baxırıq.
Mərkəzi qaçma təcilinin çevrənin radiusundan asılılıq qrafiki verilib. Maddi nöqtə 2 saniyə ərzində nə qədər yol gedər? Baxın, gedilən yolun düsturu bəllidir ki, S bərabərdir V vur T-dir. Bizdən S-i istəyir, T-nin qiymətini verib, bizə qalır V-ni tapmaq. Baxıram ki, A və R-dən V-ni tapa bilərəm da. Çevrə üzrə hərəkətdə A-nın düsturu nə oldu? Bayaqlarım yazdıq. V kvadrat bölünsün R. Buradan biz V-ni tapsaq, kök altında A-R eləyir. Eləmi? A vurulsun R kök altında. O da 25 vurulsun 16. Kök altında 25 vurulsun 16. Qiymətlər görürük ki, hər biri 25 və 16. 25-dən 5 çıxır, 16-dan 4 çıxır. 5 vurulsun 4, 20. Deməli, bizim sürətimiz nəyə bərabər oldu? 20-yə. Gətirib yerinə qoyuram. 20 vurulsun. Neçə saniyə? 2 saniyə. O da bərabər olur nəyə? 40-a. Deməli, cavabımız oldu 40 metr. C variantı. 6-cı suala baxırıq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən hərəkətdə xətti sürətin qiymətini 2 dəfə artırırıq. Mərkəzi qaçma təcilin qiyməti necə dəyişər? R-də sabitdir. Bunların üçünün olduğu düsturu artıq biz bildik. A bərabərdir V kvadratı bölünsün R-dir. Baxıram ki, R-in sabit qiymətində A ilə V kvadratik düz astıdır. Yəni, xətti sürət 2 dəfə artanda V-nin kvadratı olduğuna görə 4 dəfə artacaq. 2 kvadrata yüksələcək, 4 dəfə artacaq. Və A ilə V də düz astıdır deyə bu artırsa, bu birisi də azalacaq. Bu birisi də artacaq. Azalar o vaxt olardı ki, tərs aslı olarsa 4 dəfə artar A variantı olacaq. Sonra 7-ci sual. Verilmiş radiuslu. Mən əvvəlki videolarda demişdim ki, verilmiş radiuslu görürüksə dostlar, demək ki, bizim R-imiz konstantdır. Verilmiş radiusda bilin ki, radius sabitdir. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin mərkəzi qaçma təcili 4 dəfə azalarsa, onun periodu necə dəyişər? Gəlin, düsturu yazaq. Periodun, radiusun və mərkəzi qaçma təcilinin üçün bir yerdə olduğu düstur hansıdır? A bərabərdir 4pi-nin kvadratı R bölünsün nə? T-nin kvadratı. R bölünsün T-nin kvadratı. Baxın bu şəkildə. İndi bizdə R-in sabit qiymətində təcillə deməli period kvadratik tərs aslıdır. Yəni baxın, təcil 4 dəfə azalırsa, deməli, period neyiniyibmiş? Kvadratıdır. 2-nin kvadratı 4 eləyir da, eləmi? 2 imiş period. Bu azalırsa əgər, o da period da artacaq, çünki tərs asıdır. Onda bu da 2 dəfə artar, olur A variantı. Sonra 8-ci sual. Verilmiş radiusu deyir yenə. Yenə verilmiş radiusu deyirsə, R konstantdır. Bunu qeyd elədim. R. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin sürəti 3 dəfə azalırsa təcil necə dəyişər? Baxın, A, V, R düsturu hansıdır? A bərabərdir V-nin kvadratı bölünsün R. Verilmiş radiuslu R-in sabit qiymətində təcil və sürət kvadratik düz asıdır. Yəni, sürət 3 dəfə azalırsa, V-nin kvadratıdır deyə qalxıb olacaq 9. Düz asıdır deyə bu birisi azalırsa əgər, V azalırsa A da azalacaq. Onda o da olur 9 dəfə azalar Y variantı. Sonra baxırıq 9-cu suala. 9-cu sualda verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin omegası, baxın, verilmiş radiusu deyirsə R var, bucaq sürəti deyirsə omega var, təcili istəyir. Deməli, bu üçünün bir yerdə olduğu düstur lazımdır mənə. Hansı düsturdur? A bərabərdir, omega kvadratı vurulsun R-ə bərabərdir. Verilmiş radiusudur deyə R-i konstant götürürəm. Baxıram ki, A ilə omega kvadratik düz asıdır. Baxın, bucaq sürəti 2 dəfə azalırsa, deməli, təcil də neynəyəcək? 4 dəfə azalacaq. D variantı. Sonra 10-cu suala baxırıq. Yenə verilmiş radiusu deyirsə, R-imizi sabit saxlayırıq. Çevrə üzrə hərəkət edən cismin periodu 2 dəfə artırsa təcili necə dəyişər? Bundan əvvəlki tapşırıqlarda bundan var idi. Periodun düsturu 4pi-nin kvadratı R bölünsün T-nin kvadratıdır. Verilmiş radiusu deyəndə R-i sabit götürürük. A ilə T tərs kvadratikasıdır. Period 2 dəfə artırsa, baxın, periodun kvadratıdır. Yəni 2-nin kvadratı olacaq 4. Artırsa deyirsə azalacaq. Çünki tərs asıdırlar. Deməli 4 dəfə neyniyər? Azalar. B variantı olur. Sonra 11-ci suala baxırıq. Bucaq sürətinin sabit qiymətində. Yəni birbaşa olaraq nəzərə alıram ki, omega bərabərdir konstantdır. Konstant. İndi
Çevrə üzrə bərabər sürətli hərəkətdə təcil və radiusun asılılığı. Baxın, üçünün bir yerdə olduğu düstur bayaq yazdığımız düsturdur. Omega kvadratı R. Omeganın sabit qiymətində A-la R necə asılıdır? Düz. Dediyim kimi, əgər cəmiyyətlər hər ikisi bərabərliyin fərqli tərəfindədirlərsə, onlar düz. Bərabərliyin eyni tərəfindədirlərsə, yəni aralarında vurma varsa tərs asıdır. Məsələn, bizdən omega və r-i sorusaydı, deyəcəkdim tərs asıdır. Çünki ikisi də bərabərliyin eyni tərəfindədirlər, yan-yanadılar. İndi bizdən bu hal üçün A-nı və r-in asılılığını istəyirsə, düz asılılıq götürəcəyik. Y variantı. Sonra baxırıq 12-ci suala. Aha. 12-ci suala baxırıq. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qatma təcilinin radiusdan asılılığı necədir? Qrafiki necədir? Və V konstantdır. A, V və R olmalıdır. A bərabərdir V-nin kvadratı bölünsün R olacaq düsturumuz. V-nin sabit qiymətində A-la R necə asıdır? Baxın. Bayaqları mən demişdim, tərs asıdır. Hətta desəz ki, bəs mənimlə siz dediniz ki, tərs asılı olanda bərabərliyin eyni tərəfində yan-yana. Baxın, buradan tənasüb həlliliyi bir-birinə vuranda alıram ki, V-nin kvadratı bərabərdir A vur R-ə. Gördünüz, tənasüblə yerləşdirəndə A-la R yan-yana oldu, aralarında vurma oldu. Deməli, tərs asıdır. O da olacaq A variantı. 13-cü sual. Maddi nöqtənin verilmiş radiuslu görən kimi R-in yazıram burada konstantdır. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qatma təcilinin tezlikdən asılılığı. Yəni dostlar, A-nın, R-in və N-in olduğu düstur hansıdır? A bərabərdir 4pi-nin kvadratı R, N-in kvadratı düsturudur. R-in sabit qiymətində A-la N-in kvadratı düz kvadratikasıdır. Necədir kvadratikasılığın qrafiki? Baxın, D variantında olduğu kimi. Bir də burada qısa bir xatırlatma eləmək istəyirəm. Ola bilər ki, sizə belə bir A bərabərdir V kvadratı bölünsün R. Belə bir düsturda verə bilərlər. Belə bir düsturda ola bilər. Baxın. Birinci düsturumuzda kvadrat olan cəmiyyət A-la düz asıdır, amma ikinci düsturumuzda kvadrat olan cəmiyyət A-la tərs asıdır. Yadınızda saxlayın. Əgər düz asıdırsa, bu cəmiyyətlər bir-biri ilə düz asıdırsa, biz burada kvadratikliyi götürürük. Düz mütənasib asılılığı götürmürük. Yəni demirsən belədir, A-la V düz asıdır, deyirsən kvadratik asıdır. Çünki V-nin başında 2 var. Amma A-la baxın, kvadrat olan cəmiyyətlər bir-biri ilə tərs asıdır. Belə olan halda tərs asıdırsa əgər kvadratik olub olmamağı nəzərə almırsınız. Deyirsiniz ki, elə tərs asıdır. Daha belə çəkmirsiniz ha. Baxın, bunu yadda saxlayın. Əgər düz asıdırsa kvadratiklik nəzərə alınır, tərs asılıqdırsa elə tərs mütənasiblik nəzərə alınmalıdır. Bunu da çatdırdığımıza görə 13-cü suala həll elədik deyə düşünürəm. 14-cü sual. Maddi nöqtə çevrə üzrə bərabər sürətli hərəkətində mərkəzi qatma təcilinin bucaq sürətindən asılılıq qrafiki hansıdır? V-nin konstant qiymətində A-la omeganı istəyir. Düsturumuz A bərabərdir. Omega vurulsun V-dir. V-nin sabit qiymətində A-la omega necə asılıdır? Düz mütənasib asılıdır. B variantı. 15-ci suala baxırıq. Maddi nöqtənin verilmiş radiusudursa R konstantdır. Hərəkətində A omegadan necə asılıdır? A-nın düsturu var idi. Omega və R-lə A bərabərdir. Omega kvadratı R. Omeganın R-in sabit qiymətində A-la omega kvadratik düz asıdır. Düz mütənasib asılığı yox, kvadratik asılığı götürürük. Bayaq izah elədiyimiz qaydaya əsasən. Sonra 16-cı suala baxırıq. Maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkətində mərkəzi qatma təcilinin, baxın, verilmiş radiuslu. Mərkəzi qatma təcili perioddan necə asıdır? Düsturumuz nə idi? A bərabərdir 4pi-nin kvadratı R bölünsün T-nin kvadratı. R-in sabit qiymətində A-la T kvadratik tərs asıdır. Kvadratik asılığı nəzərə almırıq, tərs asılığı nəzərə alırıq. Bayaq dedik. 17-ci sual. Bucaq sürətinin sabit qiymətində, yəni omega konstantdır. Sabit qiymətində təcil deyir, sürətdən necə asıdır? Baxın, bunların üçün olduğu düsturu var. A bərabərdir. Omega vurulsun V. Omeganın sabit qiymətində A-la V necə asıdır? Düz mütənasib asıdır. O da olacaq A variantı. Baxırıq 18-ci suala. Verilmiş radiuslu çevrə üzrə hərəkətdə mərkəzi qatma təcilinin xətti sürətin qiymətindən asılılıq qrafiki verilib. Baxın, verilmiş radiusludur deyirsə R var.
A var, V var. Üçün olduğu düstur A bərabərdir. V-nin kvadratı bölünsün R. Baxın, verilmiş radiuslu R-in konstant qiymətində A ilə V necə asılıdır? Düz kvadratik. Kvadratik asılılıq götürülür, eləmi? 19-cu suala baxırıq. Dövrətmə tezliyinin sabit qiymətində aha, yəni N var. N-i yazdıq. A ilə V necə asılıdır? N, A, V olan düstur. V-ni istirimin bərk qaçma təcilinin xətti sürətdən asılılığı. Baxın dostlar, A bərabərdir omega V düsturumuz var. Sonra nə var? A bərabərdir omega vurulsun V var, eləmi? Amma N yoxdur. Gəlin buradan omeganın yerinə onun N ilə olan düsturu var. 2 pi N V düsturu, baxın. İndi N-in sabit qiymətində A ilə V necə asılıdır? Düz. Olacaq C variantı. Mütləq düsturdan düstur çıxarmağı öyrənin. Düsturdan düstur çıxarmağının ən yaxşı yolu düsturları əzbər bilmək və yaxud da ümumiyyətlə çevrə üzrə hərəkətdən məsləhət görürəm ki, onsuz da orada əzbərçiliyə ehtiyac yoxdur. Düsturlar hamısı bir-birindən alınır. O mexanizmi anlayandan sonra, biraz da praktika elədikdən sonra, davamlı işlədikdən sonra artıq sizin üçün avtomatikləşəcək. 20-ci suala baxırıq. Radiusu 8 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin periodu 4 saniyədir. Təcili nəyə bərabərdir? Pi kvadratında 10 verib. Baxın, verilənləri yazıram. R bərabərdir 8 verib. Dövrətmə periodunu, yəni böyük T-ni bilirik ki, dövrətmə periodu böyük T hərfi ilə işarə olunur. Vahidi saniyədir. Saniyə ölçənlə ölçülür. Bir tam dövrə sərf olunan zamandır. 4 saniyə. Bizdən təcil istəyir. Bunların bir yerdə olduğu düstur var. A bərabərdir 4 pi-nin kvadratı. R bölünsün T-nin kvadratı. Yerinə qoyuram. 4 vurulsun. Pi-nin kvadratı 10'dur. R-imiz nə qədərdir? 8 bölünsün. T də 4'lü kvadratı 16. Dostlar, 4 dəfə 8'in yuxarıda 32 eləyir. Aşağıda 16'dır. İxtisar aparım, yuxarıda 1-2 qalsın. Vururam ona. 2 vurulsun, o nə eləyir? 20. Cavabımız oldu 20. 21-ci suala baxırıq. Saatın 18 santimetr uzunluqlu saniyə əqrəbinin uc nöqtəsinin mərkəzə qaçma təcilini hesablayın. Bundan əvvəlki videolarda bunun izahını vermişdim. Baxın, bu cümlənin izahını. Oradan görə bilərsiniz. Zəhmət olmasa kanalımızda bütün test tapışırıqlarını, güvən test toplusun, bütün variantlarını sırayla həllini paylaşıram. Baxın, oradan həm yararlanın, həm də bəyənib kanala abunə olmağı unutmayın. Baxın, orada da dediyim kimi, bir də burada təkrarlayıram. 18 santimetr uzunluqlu saniyə əqrəbi. Onsuz da fərqi yoxdur. Saat əqrəbi, saniyə əqrəbi. Saatı gözünüzün qarşısına gətirsəz, divar saatın. Görərsiniz ki, əqrəb hamısı mərkəzdən kənara doğrudur. Yəni, çevrənin radiusu ilə elə eynidir. Üst-üstə düşür. Deməli, radiusumuz nəyə bərabər imiş? 18 santimetrdir. Amma bizdən metrdən, yox, elə cavabı santimetrdən istəyirdi. Çevirməyə ehtiyac yoxdur. 18'i yazdım bura. Və bizdən A-nı istəyir. Aha, periodumuz yoxdur. Məsələn, A-nın erin olduğu period tezlik verməlidir ki, mən düsturdan çıxarım. Amma bizə deyir ki, saniyə əqrəbi, saatın saniyə əqrəbi. Baxın, saatın saniyə əqrəbi bir dəfə dövr eləyəndə 1 dəqiqə olur. Yəni 60 saniyə olur. Ona görə də T 60'a bərabərdir. Gətirib onda təcilin düsturunda yerinə qoyanda düsturumuz 4 pi kvadrat, R bölü T kvadratdır. Yerinə qoyuram 4 vurulsun. 4 pi kvadratı R 18 bölək T'nin kvadratı 60'ın kvadratı nə eləyir? 3600. 36 ilə bu ixtisar aparsam 0 ilə bu getdi. Aşağıda 4 bölünsün 20 qalır. Yəni 1 bölünsün 5. O da bizə verəcək 0,2'ni. Cavabımız olur 0,2. Mütləq hesablamalar eləyəndə hesablama səhvi etməməyə diqqət edin bu tipli suallarda. 22-ci sual, maddi nöqtə verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Baxın, verilmiş radiuslu deyəndə R var, konstantdır özdə. Zaman keçdikcə bu maddi nöqtənin sürətinin istiqaməti dəyişmir. Yox, ədədi qiyməti dəyişmir. Baxın, bunların ədədi qiyməti dəyişmir. İstiqamət dəyişir. Sürətin istiqaməti dəyişir, doğrudur. Təcilin istiqaməti dəyişir, doğrudur. Bəli. Çünki baxın, məsələn, tutaq ki, deyir ki, gəlin bunun qısa bir izahını verin. Bu nə deməkdir? Bir çevrə çəkmişik. Deyirəm ki, A nöqtəsi buradadır və cisim saat əqrəbi istiqamətində hərəkət edirsə, A nöqtəsində sürət bu tərəfə yönələcək, təcil də bu tərəfə yönələcək, elə deyil. İndi deyirəm ki, A nöqtəsini gətirmişəm, bura qoymuşam, yenə bu istiqamətdə. Bu istiqamətdə təcil bu tərəfə yönələcək, sürət bu tərəfə yönələcək. Gördünüz? Sürət bayaqlarım sağa yönəlirdi, indi aşağı yönəlir. Yəni istiqamətlər dəyişir.
2, 4. Sonra 23-cü sual. Düzxətli bərabər sürətli və əyri xətli bərabər sürətli hərəkətdə. Düz xətli bərabər sürətli hərəkət adi bildiyimiz sürətdə, amma əyri xətli hərəkətin ən sadə növü çevrə üzrə hərəkətdir. Yəni demək ki, burada çevrədən söhbət gedəcək. Sürətin istiqaməti dəyişir. İstiqamət çevrə üzrə hərəkətdə də dəyişir. Amma düz xətli bərabər sürətli hərəkətdə sürətin qiyməti və istiqaməti neynəmir? Dəyişmir. Ona görə də istiqamət dəyişən yalnız buradır. Sürətin istiqaməti dəyişmir. Baxın bura. Bərabər sürətli hərəkətdə sürət həm qiymət, həm də istiqamət dəyişmir. Amma çevrə üzrə bərabər sürətli hərəkətdə sürətin qiyməti dəyişmir, istiqaməti dəyişir. Hərəkət trayektoriyası düz xətti, baxın 3-cüdə. Çünki 2-cidə deyir ki, çevrədə, burada özü deyir ki, əyri xəttidir. Hərəkət trayektoriyası əyri xətti 4-də. Bərabər zaman fasiləndə gedilən yollar eynidir. Bəli, yəni zaman eyni olarsa fərqi yoxdur. Düz xəttli bərabər sürətli hərəkət olsun, əyri xəttli hərəkət olsun, düz xəttli hərəkət olsun, eyni yol gedəcək. Sonra baxırıq, deməli 2, 3, 5, 1, 4 oldu. 24-cü suala təcillə sürəti müqayisə edirik. Vektorial cəmiyyətdir. Həm təcil, həm sürət vektorial cəmiyyətdir. Bunu bilirik. Təcil bilirik, akselerometrlə ölçülür, sürət spidometrlə ölçülür, hər ikisi vektorialdır. İstiqamət zaman keçdikcə dəyişir. Ümumiyyətlə, təcilin də, sürətin də istiqamətləri dəyişirdi təcilli çevrə üzrə hərəkətdə. Radius boyunca çevrənin mərkəzinə doğru yönəlirsə bu təcildir. Çevrəyə toxunan istiqamətdə yönəlirsə sürətdir. Oldu 3, 1, 2, 4 cavab. Sonra 25-ci suala baxırıq. Yenə xətti sürət və təcili müqayisə eləyin deyir. Vektorial cəmiyyətdir hər ikisi. Vahidi metr böl saniyə kvadratı olan təcildir. Metr böl saniyə olan sürətdir. Çevrəyə toxunan istiqamətinə yönələn sürətdir. Çevrənin mərkəzinə doğru yönələn isə təcildir. 26-cı boş xanalara uyğun yazın. Düsturları bilmək lazımdır. 2pi bölünsün t bucaq sürətinin düsturudur. Omeqanındır. Sonra A bərabərdir. Baxın, burada omega var. Sonra deməli burada nə deyir? 2pi rn omega. Baxın, burada v-nin düsturudur. V bərabərdir L böl T-dir. Onda bu da V-dir. V buradırsa bura A-ya bərabərdir. Eləmi? V bərabər kök altında A vur R düsturu. Hardan? A bərabərdir V kvadrat bölünsün R düsturundan. V-ni tapanda axı kök altında A vuraq R eləyir. Burada da demək ki, eyni rəqəmdirsə burada təcildir. Təcilin də A bərabərdir omega V düsturu var da. Omeganı saxlayıblar yerinə, V-nin yerinə 2pi rn düsturunu qoyublar. Sonra 27-ci suala baxırıq. N bölünsün T tezliyin düsturudur. 2pi rn'dir. Burada n'dir. 2pi rn nəyin düsturudur? V-nin düsturudur. Bu da V-dirsə, bura omega. Çünki A bərabərdir omega V-dir. Omega bərabərdir fi böl T-dir. Omega bərabərdir fi böl T bucaq sürətinin düsturudur, bilirsiniz. Radian böl saniyədir, vahidi. Saniyə ölçənlə ölçülür.